Hər kəsə salam. Bugün mən tam sağlam, diyetdə olanlar üçün və yaxud da sağlam qidalananlar üçün, ancaq şirniyyatsız qala bilmirəm deyənlər üçün gözəl bir şirniyyatla gəlmişəm. Tam təbii tərkibli, tərkibində qətiyyən şəkər yoxdur. Şəkər, yəni şirinlik sadəcə meyvəsindən, meyvələrdən və damla şokoladdan alır. Keçək hazırlanmasına. Mən öncədən portağal qabıqlarını siz limonla da hazırlaya bilərsiniz. Portağal sezonunda portağalla etmişdim. Qabıqları yuyub qurutmuşdum və onu gerkulosla bir yerdə bu cür gördüyünüz kimi üyüdürəm, un şəklində eləyirəm. Tam un halını alandan sonra isə digər ərzaqları qatıram. Baxın, gördüyünüz kimi un formasını aldı. Çox gözəl qoxusu var. Kəşke buradan qoxusunu ötürə bilsəm. Həqiqətən də mükəmməldir. İstifadə edəcəyim ərzaqların hər birinin açıqlama hissəsinə qeyd edəcəm. Oradan baxıb asanlıqla hazırlaya bilərsiniz. Demək, bir ədəd yumurta istifadə edirik. Yumurtanın üzərinə daha sonra yarım stəkan süd əlavə edirəm. Südü biraz artıra bilərik. Onu axırda görəcəksiniz. Lazım olduqda süd əlavə edə bilirik. Mən hər zaman şirniyyatları bişirdiyim zaman vanili öncədən əlavə edirəm. Düşünürəm ki, yumurtanın o qəribə qoxusunu aparır. Vanil və darçın əlavə etdim. Yenə qarışdırıram. Çalışdım ki, pürüzsüz bir görüntü əldə edim. İndi isə hazırladığım unu bura əlavə edirəm. Qabartma tozu. Gördünüz, qatılaşdı, qatı oldu. İndi biraz süd əlavə edib bunu daha xəmir halına gətirəcəm. Yarım stəkandan biraz az süd istifadə etdim. Təxmini 3-4 yemək qaşığı mənə kifayət etdi ki, istədiyim formaya gətirim xəmirimi. Məsləhət görərdim ki, hazırlayasınız. Doğrudan da çox ləzzətli bir şeydir. Amma şirin sevmirsinizsə, yəni daha doğrusu şirinliyi daha çox sevirsinizsə, məsləhət görmürəm. Çünki şirinliyi heç yoxdur. Biraz bu damla şokoladlardakı şirinlikdən sadəcə damağa gəlir və salam. İndi isə qablara pay edirəm. 180 dərəcədə təxmini 15 dəqiqə, 10 dəqiqə bişir. Təbii ki, sizin sobanızın bişirməyinə çox şey asılıdır. Və artıq hazırdır. İnanın, bir gözəl qoxusu var ki, həqiqətən də dadı mükəmməldir. Görünüşü də qəşəngdir. İçini də sizə göstərmək istəyirəm. Baxın. O qədər gözəl bişibdir. Doğrudan da çox ləzzətlidir. Çayla, kofe ilə nuş edə bilərsiniz. Bura qədər izlədiysə kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.